Testimiz ismin yiyəlik halına aiddir. Birinci testdən başlayaq. Deməli, ismin yiyəlik halı belədir ki, apostrof S təkdə, S apostrof isə cəmdə olur. Bizim birincidə cavabımız Y variantıdır. İndi gəlin səhvlərə baxaq. Birincidə kökdən dəyişən isimlərin apostrof halı, yiyəlik halı bu formada düzəlmir. Yəni S apostrof bundan S-dən əvvəl gəlməli idi, yəni bu qaydada. Kökdən dəyişənlər belə formada düzəlmir, yəni apostrof S. C bəndində yenə də kökdən dəyişir, bunda da səhvlik var. D bəndi yenə də eyni ilə həmin qaydaya aiddir ki, kökdən dəyişən isimlərin yiyəlik halı vergül sonra S, yəni S hərfi ardıcı gəlməlidir. 1-də 7. Gəlirik ikinciyə. Bizdən yenə də yiyəlik halını istəyir. İkincidə baxırıq ki, ən düzgün cavab, bizə uyğun cavab C variantıdır. İndi gəl səhvlərə baxaq. Kökdən dəyişən isim belə düzəlmir. B variantında kökdən dəyişən isim belə alınmır. Kökdən dəyişən man yox, men. Yəni əgər cəmi istəyirsə, burada men olmalı idi. Apostrof sonra S olmalı idi. Yəni 2-də C. Sonra 3-ə baxırıq. Aha. Deməli, üçüncü variantda testimizdə cavab burada B-dir. Child yox, yəni normal qaydada apostrof sonra S gəlməli idi. Men kökdən dəyişirsə apostrof sonra S gəlməli idi. Kökdən dəyişən. Yəni cavabımız burada B-dir. Gəlirik dördüncü testə. Dördüncü testdən başlayaq. Deməli, bir düzdür. Təkdədirsə, poçtalyon təkdədirsə, ardıca apostrof S verir. Poçtalyonun çantası bir düzdür. 2 kökdən dəyişən isimdir, alına bilməz. Sonra gəldik 3-ə. 3 düzdür, kökdən dəyişən isimdir. 1, 3. Gəldik 4-ə, kökdən dəyişən isimdir, belə alınmır. 1, 3, 5. A bəndi. Gəldik 5-ci testimizə. Birinci səhvdir. Baxın, 5-ci kimi olmalı idi. Görürsünüz, burada əgər uşaqlardan söhbət gedirsə, children, yəni kökdən dəyişməli idi. Başa düşdünüz? Ona görə. Gəlirik 2-yə. 2 düzdür. 3-ü çıxdıq. 3 səhvdir. Təkdədirsə, apostrof burada gəlməli idi. 2 düzdür. 2, 4 düzdür. 2, 4, 5 D bəndi. Gəldik 6-ya. 6-cı testdə yadınıza gəlir, belə bir qayda keçmişdik ki, cəmi və təki olan, eyni olan isimlər var ki, onların yiyəlik halı baxın bu qaydada düzəlir. Maralların gözləri. Cəmdirsə, isim burada cəmlənir. 1 düzdür. 2-yə baxırıq, uşaqların həkimi. 2 də düzdür. Bayaq dediyim kimi, cəmi və təki olan, eyni olan isimlər belə düzəlməlidir. 1, 2 düzdür. 3 səhvdir. 4-ə baxırıq. Women's class düzdür. 1, 2, 4. Kökdən dəyişən isimdirsə bu formada yox. Bu formada olmalıdır. 1, 2, 4. Deməli, Y variantı. Testə baxırıq. 1 səhvdir. Uşaqların təhsili. 2 düzdür. 2, 3 düzdür. 2, 3, 4 düzdür. 5 səhvdir. Deməli, cavabımız oldu C variantı. Davam edək. Doğru cavabımız burada A-dır. Z veribsə, cəmlənməsi bu formada olmalıdır. B variantında Mr varsa apostrof gəlməli idi. C variantında apostrof sonda gəlirsə, burada Z olmalı idi. D variantında Z gəlirdisə, S apostrofdan əvvəl gəlməli idi. Y-də də ki, birinci A variantında kimi olmalı idi. Yəni, Y-də səhvdir. Cavab A-dır. Gəlirik 9-cu testə. 1 səhvdir. Baxın, birinci A variantındakı kimi olmalıdır. 1 səhvdir. 2 düzdür. 3 də düzdür. Z, sonda apostrof gəlib. 2 düzdür. 2, 3 düzdür.
4 səhvdir. Mr. Browns yox. Yəni burada apostrof gəlməlidir, sonra s gəlməlidir. 2, 3 düzdür. Bir də 5 düzdür. 2, 3, 5 B variantı. Gəldi ona. Aha. Deməli, onda görürük ki, Z gəlib, apostrof sonda gəlib. 1 düzdür. 2 səhvdir. 1-dəki kimi olmalıdır. 2 səhvdir. Sonra 1 düzdür, 2 səhvdir. 3 düzdür. Mister verib və apostrof sonra s gəlib. 1, 3 düzdür. 4 səhvdir. Mister ilə Z-lərə, onlara diqqət edin. Sonlarında Z varsa, sonda gəlməlidir. 1, 3, 1, 3, 4-də yenə də eyni ilə verib səhvdir. Bir də 5, 1, 3, 5 D variantı. Testə baxaq. 1 düzdür, 5 verib cəmlənib. 2 səhvdir, E verib cəmlənib. 3-də to verib cəmlənməli idi. 2 səhvdir, 2, 3 səhvdir. 4-də baxırıq. 1 verib və burada cəmlənməyib. 1, 4 düzdür. 5-də də FU veribsə burada cəmlənməli idi. 1, 4 C bəndi. 12. 1 düzdür, E verib cəmlənməyib. 2 səhvdir, to verib cəmlənməli idi. 1 düzdür, 2 səhvdir. 3 də düzdür, 7, 7 cəmlənib. 1, 3. 4 səhvdir, 1 dənə verib, amma burada cəmləndirib. Başa düşdünüz. 1, 3 düzdür. 4 səhv idi. İndi 5-ə baxırıq. 10 dəqiqə cəmlənibsə 1, 3, 5. Deməli, oldu Y variantı. Gəldi 13-ə. Aha. Sri cəmlənib. 1 düzdür. Sonra 8 cəmlənməyib. 1 düzdür, 2 səhvdir. Sonra 1 düzdür, 2 səhvdir. 5 verib cəmlənib. 1, 3 düzdür. E verib cəmlənməyib. 1, 3, 4 düzdür. 5 də to veribsə, Miles burada cəmlənməli idi. 1, 3, 4. 12 A variant. 13 A variant.